Heç həyatda səhviniz olub? Səhvim? Çox. Çox. Həddindən artıq. Səhv bilirsən nədir? Geri məsələn kasıb idi, amma yaxşı oğlan idi, yoldaşıma dözəydim. İşlədi, məsələn, uşaqların alimentini verdi. Bunu da yaddan çıxartmaq olmaz. Uşaqların boynunda onun haqqı var. Əgər eşitsəm ki, o, necə deyərlər, ağır gün dedi, mən boğazından kesib, deyərəm övladlarıma ki, aparın verin. Çünki o şüşə zavodunda işlədi. Yaşayır atası, yoldaşınız yaşayır. Zəhmətkeş bir insandır. Başqa ailə qurub? Deyəsə, 2 dəfə qurub, alınmayıb. Bir dəfə gördüm mənə bu yaxınlarda. Dedi ki, hur mələk ola. Almayı hur mələki. Yenə də ilk bəxtin yerini verən döyü. Onun bu sözünü yadımda. İlk bəxtin yerini verən döyü. Deməli, 2 dəfə ailə qurub alınmayıb. Yox, biri rəhmətə gedib eşitdiyimə görə. Biri də ki, sırıyıb özünü ona. O da ki, biraz özündən deyən məştəqaldı anamın əmisi oğlu. O da ki... Birdən geri qayıtdı yenə də yanınıza. Hara gələcək? Hamamxanıya. Nə danışdınız? İlham bəy. Yox. Əgər birdən onun ev eşiyi olsa, gəlib desə ki, aparıram ha sözü, uşaqları mən getmərəm. Çünki mən həmişə öyrəşmişəm ki, mən eləyim kimin üçünsə nəsə. Mənim üçün heç kəs heç nə eləməyib. Mən eləmişəm nəsə. Ölülər, dirilər, xəstələr, qonumda, qonşuda Allah eləməmiş nəsə olur. Mən öyrəşmişəm. Bax, toy olur, heç yası demirəm, Allah eləməsin. Bütün bu istəqli tamaşaçılarıma, hansı ki, məni biraz belə başa düşməyin, dərd məni, ələm çaşdırır məni, dərd, əzablar çaşdırır məni. Bax, toydur, hə? Tez çıxıram aradan, arvadlar olan yerdə deyəmirəm, birdən deyərlər mən qab yuva, amma özüm yuram. Amma mənə desinlər ki, get pul qazan, bax, bu yoxdur evdə buna. Mənə desinlər ki, məsələn, evdə xaladenlik köhnədir, işləmir, xırıldayır, zırıldayır, necə zarıyır. Mama, lazımdır xaladenlik almaq, mən onu düzüb qoşacağım. Bilirsən, həyatla çırpışıram. Səhər tezdən 5-də durmaq, gecə saat 12-də 1-də evə 4 saat yuxu yatıram mən. Canaz xanım, heç xəyala dalırsınız siz? Xəyala? Deyəsən pərvi yada salmaq istəyirsən. Xəyala bir açan dalıram, özümü narahat hiss eləyirəm. Görürəm ki, gecədir, yorğunam, yata bilmirəm. Bu, belə günə qalmağa görə fikir eləmirəm. Nəsə narahatam, elə bir ki, hansı bir qüvvə mənə deyir ki, yatma bu gecə. Bax, onda sənin pərin gəlir. Bildin kimdə? Bəli, bəli. İlham pərisi. İlham pərisi. O ilham pərisi gözümə tül pərdədə elə gəlir ki, özü də o həmişə mən dərdlərimlə baş-başa qalanda gəlir.